Bəli, 20 yaşında daha ağıllıyıq, 25 yaşındamızda da daha ağıllıyıq, 30 yaşda da daha ağıllıyıq, 35 yaşda da daha ağıllıyıq. Daha ağıllıyıq bu qızlarımızın beynini yaraq, onları 30 yaşında çatdırmışıq, ailəsiz, uşaqsız böyüyüblər. 30 yaşından sonra onların evlənmək ehtimalı 30-50% azalır. Onların ana olmaq ehtimalı 50% azalır. Əgər 30 yaşında kimi qadın evlənməyibsə, ABŞ-də, Avropada belə, yəni ki 30 yaşından sonra evlənməyəcəkdir, ana da olmayacaq. 30 demədim. Mən ümumiyyətlə İkincisi ki, yenə təkrar edirəm. Əgər bir xanım subay həyatıyla, yaxud da nə bilim seçdiyi yolla xoşbəxtdirsə, biz niyə düşünürük ki, sən xoşbəxt deyilsən? O hamı düşünə bilər ki, xoşbəxtdir. Ona görə statistika var, ona görə biologiya var. Prioritetləşdirmək lazımdır. Sən əgər ana olmaq istəyirsənsə, əgər ailə olmaq istəyirsənsə, bunu prioritetdə saxlamalısan ilkin mərhələdən və bunu nə qədər tez başlasan, bir o qədər rahatdır. Niyə görə? Çünki sən maksimum enerjin 20 yaşdan 35 yaş arasıdır. Nə vaxt ki, sən işləyə bilərsən, ailəni qura bilərsən, uşaqları saxlaya bilərsən, özün üçün də biraz vaxt ayıra bilərsən. 35 yaşdan sonra sənin enerjin 2 qat azalır. Mən bir iqtisadçı olaraq həmişə deyirəm ki, dövlət insanların yataq otağına girməməlidir. Mən düşünürəm, insanlar özləri qərar verməlidir. Nə kim, nə vaxt, nə üçün evlənmək istəyir. Əsas odur ki, onların azad seçimləri formasında bu baş versin, məcburiyyət formasında baş verməsin. Kim istəyir 18 yaşında evlənir, kim istəyir 30 yaşında evlənir, özləri bilərlər, sadəcə fərqində olaraq bilməlidirlər. Hər hansı bir kənar propagandanın qurbanı olmamalıdırlar.